Konstitusiya və suverenlik ili insan hüquqları aylığı çərçivəsində Ombudsman aparatı və Naftalan şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə müstəqil Azərbaycanda insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu mövzusunda tədbir təşkil olunub. Tədbirdə Ombudsman Səbinə Əliyeva, icra hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Naftalan şəhər Heydər Əliyev mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirilib. İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva bildirib ki, Azərbaycanın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyun tarixindən sonra ümummilli liderin rəhbərliyi ilə milli qanunvericilik bazası formalaşdırılıb. Hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulub. İnsan hüquqları, o cümlədən həssas əhali qruplarının sosial hüquqi müdafiəsi təmin edilib. 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur və ənənəvi olaraq tərəfimdən bu gün öncəsi İnsan Hüquqları aylığı elan olunur və bu aylıq çərçivəsində həm Bakıda, həm digər şəhərlərdə və regionlarda müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. Bugünkü tədbirimiz Naftalan şəhərindədir. Naftalan qəhrəman şəhərdir. Naftalan müharibə zamanı Ermənistanın mülki əhali hədəfə alan hücumlara məruz qalmış bir şəhərdir. Biz həm müharibə zamanı bu faktları araşdırıb dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər atmışdıq.